Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Bugün çox möhtərəm bir gündür. Bugün çox qəmli bir gündür. Bugün Həzrəti Əmir əl-Möminin əleyhissalamın həyat yoldaşı və Həzrəti Əbəlfəzl Abbas əleyhissalamın anası Həzrəti Ümmülbənin rəhmətullah əleyhanın hüzünlü vəfat günüdür. Bu qəmli, əzalı gün münasibəti ilə başda Həzrəti Əmir əl-Möminin əleyhissalam olmaqla və Həzrəti Əbəlfəzl Abbas əleyhissalam olmaqla, Əhl-i Beyt əleyhissalam olmaqla siz əzizlərimizə, dəyərlilərimizə təsliyyət ərz edir, baş sağlığı veririk. Xanım Ümmülbənin o xanım idi ki, bir ömür Əhl-i Beyt əleyhissalamın haqqını müdafiə elədi, bir ömür Həzrəti Əmir əl-Möminin əleyhissalamın vilayəti yolunda və onun övladı İmam Həsən və İmam Hüseyn əleyhissalamın vilayəti yolunda əlindən hər nə gəldi etdi. Xanım Ümmülbənin o xanımdır ki, Həzrəti Əmir əl-Möminin əleyhissalamın evinə gələndə dedi ki, o evin ki qızı mənə gəlib özü icazə verməmiş, mən o evə daxil olmaram. Buyururlar ki, Həzrəti Zeynəb-i Kubra salamullahi aleyha anamız gəldi, xanım Ümmülbənini özü içəri dəvət elədi, evə daxil elədi. Xanım Ümmülbənin o xanımdır ki, Həzrət Əlinin evinə daxil olanda xanım Zəhra yadigarlarını yığdı öz ətrafına, dedi, siz elə bilməyin, mən sizin ananıza əvəz olaraq gəlmişəm. Siz elə bilməyin, mən burada gəlib özümü evin xanımı kimi aparacağam. Xeyr, mən bu aliyə, bu evə gəlmişəm Zəhra balalarına, Zəhranın gözünün nuru olan övladlarına nökər olan nökərçilik eləyən. Xanım Ümmülbənin elə bir xanımı idi. Biz Əhl-i Beyt aşiqləri olaraq, Həzrət Əbəlfəzl Abbas əleyhissalamın aşiqi olaraq vəzifəmizdir, boynumuzun borcudur ki, bu günləri biz yad eləyək, Həzrət Əbəlfəzlin hüzünlü günündə onun dərdinə şərik olaq və Əhl-i Beytin dərdinə, müsibətinə şərik olaq. Allahdan arzum budur, Allah bizlərə nəsib eləsin. İnşallah o xanımın Mədinədə Bəqi qəbirstanı